Daha yaxşı götürürsən, onu göstərərsən. Amma mən heç Yaxşı, sakit. İndi bax, uşaqlar, mouse'u gətirdim üzərinə. İstəyirəm ki, bu yazının rəngi dəyişsin. Nə edirəm? Gəlirəm bu elementə. Olabilir. İlk öncə margin 0, padding 0, boxsizing burada. Bax uşaqlar. Bu nə üçündür? Boxsizing border box. Mən sizə bunu göstərmişəm, amma izah eləməmişəm. Mən. Bax, mən elementə gəlirəm haqqıra. Bilirəm, yazmamışam. Yazmadan nə olur, onu göstərirəm. Bir dənə background color verək. Yaxşı. Deməli, background color verdim. Və elementi gəlirəm, bir dənə padding verirəm. Bax, bunu bu formada göstərim sizə. Element nə boydadır? 516 piksel. Düzdürmü? Gəlirəm elementi 20 piksel edirəm. Padding olsun. Element nə oldu? Böyüdü. Yəni nə boyda oldu? 516. Bu bizim üçün pisdir, elementin böyüməyi. Niyə? Nə oldu? Sən dərsə qulaq asmırsan ha, Ayxan. Mənim elementi böyüdü. Sən belə gəlsə çıxaracam kursdan. Ağlı başa yığ. Biz burada boxsizing border box yazmasaq, nə baş verir? Biz elementə padding verdiyimiz zaman element böyüyür, ölçüsünü itirir. O da pis bir şeydir. Bilirsiniz niyə görə? Saytda tutaq ki, belə deyək də, bir dənə yazı var. Həmin yazı sonradan dəyişiləcək. Həmin yazı sonradan dəyişsə əgər, ölçüdə problem olacaq bizdə. Düzdür? Biz əgər boxsizing border box yazmasaq. Və o zaman da nə olacaq? Bizim saytda problemlər olacaq. Bəli? Hə, problemlər olacaq. Məsələn, necə bir problemlər? Yəni, harada göstərəm problemi? Məsələn, göstərim bizim akademiya saytında. Hə, ekstra. Mənim bir dənə Ejectson saytına girə bilərsiniz. Girəcəm. Bir dənə buradakı problemi göstərim sizə. Bax, uşaqlar, problemi görürsünüz. Görürsünüz bunu. Yuxarı baxın. Yaxşı yuxarı. Bax, sizə bu formada ölçü problemlər olacaq. Və ona görə boxsizing border box yazmalısınız. Yazmıyorlar, divdə yazmıyor. Bilirəm, mən İnşallah, bu sayt biraz kahlədir. İndi Skon saytını bitirin, bunu başlayacaq. Mən bu verirəm. Mən Skon cəmləsi ayrıca şey verirəm. Soğuş dedim hadi. Mənim nə qədər? Bir də daha bizə. Hə, 100 min. Hə, sonra. Yox, mən 500 min buranın opşu şey deyil. Nə Nə qız olabilir? 3-4 nəfərdən artıq o. 300-400 çoxdur. Yəni o rasxod da çıxır. Yaxşı, uşaqlar, onu sonra hesablayarsınız özünüz. Sonra hesablayarsınız. Bax, tutaq ki, mən elementi istəyirəm ki, mouse üzərinə gələndə yazının rəngi olsun qırmızı. Necə edirəm? Mən gəlib bunu belə yazsam, bu rəngi həmişə belə qalacaq, düzdür? Amma ki, mənə lazımdır ki, həmin anı tutum. Mouse üstünə gətirən olduğu hal. H1 2 nöqtə hover. Hover nə deməkdir? Mouse üzərinə gələn zaman nə baş verəcək? Hover red olacaq. Red yox, başqa nə? Həmişədir. Qaradır, düzdür? Mouse gətirdim üzərinə, rəngi dəyişdi. Amma biraz problem var. Nədir problem? Belə sərt dəyişir rəngi. Fikir versiniz, yavaş Elə yavaş yox. Onun üçün nə edirik? Gəlirik bura, transition, all, sonra buradan saniyə verirsiniz. Tutaq ki, istəyirəm 1 saniyə ərzində dəyişsin. Mouse gətirdim üzərinə. Dirəyin. Amma fikir verin, mouse üstündən çəkəndə yenə də yavaş-yavaş şey olmalıdır. Bəli. Ona görə nə edirsiniz? Bu var ya transition. Bunu elementin adi halına verirsiniz. Adi halını verməlisiniz ki, işləsin, yoxsa işləmir. Dirəyin. Bax, tutaq ki, necə oldu bax. Bax, mouse çəkdim. Sən başa düşmədin, hə? Siz qalmalıdır. Yox, qalmalı deyil. Yenə də yavaş-yavaş olmalıdır. Bax. Amma mən desə qalmalıdır. Çünki transition olur. Bax, mouse gətirdim üzərinə. Buraxdım, yenə sərt olur. Niyə? Çünki bu kodu komment almıyorum. Ondan sərt olur. Gəl bunu belə eləyək. Kommentdən çıxardıq. Və buradan mən necə verə bilərəm?
Tutaq ki, istəyirəm ki, 0 nöqtə neçə saniyə olsun da. Yazıram 0.5. Müəllim, cihətdə nəsə saniyədir? Bəli? Cihətdə nəsə saniyədir? Nə bilim. Maşın yazmamışdı. Buranı mən yazmamışam. Update eləyəndə göstərir. Müəllim. Buradakı hover neçə saniyədir? Pis söz, pis diyor. Pis söz düzəldir. Buradakı Müəllim. 300. 0.3 yəni. 0.3. Duration. 0.3. Müəllim, bir də sizin bir şey Hə. söyləyəcəm. Cihətin saatına geri dönəlim. Bura? Yox. Hə. Müəllim, üstə Python Figma yazıldı. Onlar necə? Üstə bir dənə dip atırsan üstə. Maraqlı sualdır. Onu göstərəcəm. Just do it on the laptop. Ya. Position'a bağlı bir şeydir. Eğer bu kodlar var ki, yes, expected o expected Bax. Həmin kodları JavaScript-lə yazsın. JavaScript-lə həmin inspect. Ben Node.js'den JavaScript'i Node.js-lə Node.js backend dilidir. Framework-ü daha doğrusu. Node.js. Müəllim. Backend dilidir. Olar bir şey. Oradan Siz nəyə görə sırf developer olmaq istədiniz? uşaq çox var olmayı. Developer. Çox var. Ben de bunlar Türk programı konser işte CSS, Python ve JavaScript bilmesinde. Python'ı JavaScript. Ağzınızdakı hər bir proqramı bütün dillərdə yaza bilərsiniz. Mən bəs kiber təhlükəsizlikdə bütün O almışam. sırada ne yapayım? Kiber təhlükəsizlikdə bütün almışam. Hamısını bilsən daha yaxşıdır. Sən nəyə görə? Bax, tutaq ki, saytı hücum eləmək istəyirsən, düzdür? Saytı hücum eləmək sən nəyi bilmirsən? HTML, CSS, JavaScript-dir. Ki onu açıklandı mı? Bir də görürsün, mən gördüm. Müəllim, mən bir dənə video görmüşdüm. Bir dənə şeydir, Akbabat bir dənə şeydir. Kiber təhlükəsizlikdə, onu göstərib oxuyurdu. Bəs getmişdim belə əməl başda, kompüterdən girdi. İsrail indi biz deyir ki, məndə 300 neçə mindən saati vardı. İsrail hamısını ekləmişəm deyir. Deyir ki, Luboy birinə girib, yəni onu istədiyimi edə bilərəm. Girdi bir dənə şey elədi, adı nədir? Hələ bir ki, Filistinin şəkilini qoydular. Eklədim əməlli başladım. Heç 2 dəqiqəsini almadı. Deyir ki, mən əvvəl hamısını ekləmişəm, deyir, qrupumla da. İndi rahat İndi deyil. rahat girə bilirəm. Olur elə şey. Bir heç xəbərlər yoxdur. Olur elə şeylər. Sonra uşaqlar, bax, bu hover. Həmin hoveri nəyə qoyduq? 0.5-ə. Gəldin. İndi daha sürətli olur, düzdür? İndi bunu qoyan gəlin 5 saniyəyə. Adamın ürəyi üzülür. Göz daha gözdə. Yox. Ən yaxşı uşaq sizə deyim 0.7-dir. Bu uşaq 0.7 deməkdir. Siz bunu sonra da yaza bilirsiniz, belə də yaza bilirsiniz. Aydın oldu mu? Bu elementin hover alır. Hover alır. Bax, tutaq ki, istəyirəm ki, arxa plan rəngi gəlsin. Ya da ki, arxa plan rəngi olsun, sonradan dəyişsin. Bu olsun. Oy. Olmaz. Yazın rəngi olsun yellow. Oyda. Kulaklar oldu. Burası birinci halında mənim qırmızı olmasın da. Ne olsun? Olsun ağ. Ağ olmaz. Ağ olsun. Yaxşı. Bit smoke eləyəm. Ama ben laf qəşəkdə, hə? Yaxşı, mənim bura ağ yazmama ehtiyac var idi. Yox. Ne yazın? Yaxşı, fadın rəyinə qalır. Aqua. Ablam mən. Aydın oldu, hover. Hover'da etkilətin bir şey yoxdur. Hover'ı siz bütün hər şey verə bilirsiniz. Hover'ı. Heç də bütün hər şey verə bilirsiniz. Tabii ki, mən bu qədər. Hover'dan bu qədərdir. Hover bu qədər. Yox, bir dənə hover deyil. Class. Pseudo class yox. Pseudo class bir dənə hover deyil. Denə. Mənim Colorblia'dan sadə şey sıxmıram. Sadə rəng qurtarım. Sadə rəng Etməm. çıxır. Mən nəyə baxmalıyım onu? Qrafda sənəylər var ona görə. Göstər. Arada bir çox işləriyim mən. Bax, bu var ha. HTML. Şöbah verir. HTML ehtiyacım yox deyim, mən başqa proqramlara ehtiyacım. Bildim də. Sən bunu seçsən, şöbda sənə verir onu da rəngi. FF-lə verim, bax mən FF ağ rəngdir. baş düşdüm.
İki hərfli göndərildi. Hər kodu da Yox, şey var. hərfli rəqəmli verirəm. Hələ burada da elətdir. Bax. Bax, tutaq ki bu rəng. Bax, hərfli rəqəmli. Hər kodun şeyi var. Mən kopyaları yapışdır elədim, alınma. Kopyala, deyə yapışdıraq. Görə həmin rəng olacaq. Hə, haradaydı? Rəng, boya aparatı. Orada istədik bir rəng kodunu yaza bildik. Mən Bilmirəm onu da. Necə? Ağaçlı da Şala, bax, gedir. Sanki. Düz otur. Sən niyə yatırsan, hə? Mən bu sıra deyildim. Necə yan yana qulaq asırsan? Ben yemem şeyler. Yaxşı, mən onda heç dərsi gəlməyim, evdən Ben tək siz getim. bir Dil şey dərs diyeyim. getirəm. Ben durun belə. Bakın siz de böyle ters geçin. Nə olsun, dərsə gəlsən? Sən borcun düz oturma. Sən Sen demeyesin. Biz diyeceğiz. sən isə deyəmərsən, heç başı. boyuna. Sakit. Şalar, bizim sakit. Linkə keçid. Taş bizim ATG-miz var. ATG-miz var. Abra aparatı da var. Bax, bu ATG. Hazırda göy rəngdədir. Niyə göy rəngdədir? Kim deyər? Çünki ATG-dir, hə? Yox, əslində ona görə yox. Müəllim. Sakit, sakit. Müəllim. Default aldı. Ya, Müəllim. ya, hə. Biz istemezsek o köy olmaz. O heç, söz. Amma ki, o niyə göy rəngdədir? Çünki, Linkdir. bax, tutaq ki, Jet School-un saytı var. Yes. Və bu düyməyə basanda ora keçəcək. Bir daha basmıyorum. Və saytı yeniləyirəm, buna baxın. Ay. Evet. Bas, göy rəngdədir. Nədir? Nədir? Hoş geldin. Biləm, nə dedin be? Ne istedim? Ya Allah, Allah'ın nasıl derdim Allah. Nasıl derdim. Sakit. Diyelim sen. Atlan. Tamam. Rekord getdi. Eləmin də belə. Səs çox olur. Söz ver bana. O pas verək. Yox. Bax, bir dənə sakit olsun amma. Sakit. Əl çək də, Elşən, dayan da. İşte, gözlə. Bax, mən bu linkə keçid edirəm. Üstünə vurdum, nə oldu? Qırmızı. Üstünə vurdum, linkə keçdim. Bu rəngi niyə dəyişmə? Bir dəqiqə. Müəllimin film olma. Bir dəqiqə. Yaxşı, akademiya. Yo, başqa bir şey göstərirsən. ATG-nin öz özəlliyidir. Benim oradan O bu niyə işləmir? ben çünkü ben istememiştim. Mən gəlsə. Bakın elimle işledim. Bakın üstüne. İstem. Bir dəqiqə uşaqlar. Olma. Bilmem. Mən də onu boyatdım kızardım. Ağırsın. Yalandan diyeceğim kimse arkamızda danış. Aha. Benim elime göçen değil. İndi uşaqlar, bax, Ben değilim. bizim elementin göy formatı var. Fuad. O ver mənə. Benim o büyük için eller geldiler yani. Sen. Əlməyim onları. Deməli, sakit. Deməli, uşaqlar, bizim elementlərin müxtəlif halları var. Məsələn, ATG-nə özəl bəzi klasslar var. Bəzi yalancı klasslar var. Hansıdır? Var link klassı. Link. Nə istiyor link klassı? Yazıram, link olduğu zaman color olsun. Altı buludur. Red yox. Olsun purple. Azuri. Uşaqlar, sakit. Azuri. Bax, oldu bənövşəyə rəngdə. Siz buna cavab verməsəz var. Hamısı bir sürü yazır. Hardan baxsınız? Rekorddan baxın. YouTube'dan. Diyor ikili bakın hiç ses bakmıyor. Bir dakika. Ben bakmışım. Uşaqlar, rekord sakit. Sizə danışın. Ben de bakmışım. Çok iyi. Ben de bakmışım. Bakın. Ben bakmamışım. Ben bakmışım.
Ben baxdım. 11 nəfər baxıb. Ondan Axırıncı budur da. 24 nəfər necə baxa bilir? 3 nəfər. 3 nəfər baxıb. Sakit. Sən baxmırsan necə. Birincisi, beşincidir. Sakit. komik böyle. Müəllim mən baxmışam. Ben baxmışam. Daha bir bakmışam. Bir size haber bakın. Orada. Sən Ana. Ana. Necə orsan ver? Nasıl hepsi bakmış ben. qazan. Yaxşı. Sakit. Ben baxmışam. Ben bakmışım. Yaxşı da yaxşı baxmısınız. Ben bakmışım. Sizə medal verəcəm, yaxşı. Sakit. Uşaqlar, bu niyə purple oldu? Çünki mən buna sakit. Bir de bakmışım. Telefon yığışdı. Yığışdı. Düzdü. O bir kabet Dərsi qarışdırırsınız, telefon yığışdır. Link verdim. Link nəyi göstərir? Mən əgər ATG-nə hər hansısa bir link qoşduğum zaman artıq ATG həmin rəngdə olacaq. Bax, gəlin linki yığışdıraq. Nə rəngdə oldu? Purple deyil artıq. Mən demək aslında tutduğu fərq var. Yaxşı, gəl başqa rəng qoyaq. Green. Line. Nədir? Yox. Yox. Çünki niyə? ATG-nin linki yoxdur. Gəlin link qoydum. Oldu həmin rəngdə. Niye link koyalım? Bəli. Niye o link? Çünki mən buna demişəm ki, bunun link halında işləsin sonra. Link birini işletin. Bəli, bəli. Bəli. Hamı dursun ayağa. Hamımız. Hamımız durun. Все. Dur. Tez dur bura. Qalsan sakit deyənlər sonunda oturarsınız. Əli götür oradan, otur. Deməli, link alın kimi başa düşmədi. Ben sizi görmedim. Rahat göremedim. Çok sağ olun. Sonra gəldim hansı hissəyə. Bir də var ATG-nin hansı vəziyyəti? ATG-nin visited. Visited nə deməkdir? Artıq ziyaret olunmuş halı. Gəlirəm, tutaq ki, buna nə rəng verirəm? Olsun aqua. Heç nə yoxdur. Niyə? Çünki əli linkə girməmişəm. Girdim linkə, qayıtdım arxaya. Bu niyə işləmir? Məndə işləmir bayaqda. Şey verir misin sana linki? Şuna verir misin linki? Mən. İşləmir bu. Yox, o da elə link halındadır. Benim hepsi Yox. Benim edir. Oy. Özgürüm. İşlədirəm mən. Bax, linki açdım. Çox maraqlıdır. Niyə işləmir bilmirəm. Mən deyirəm də məsələn. Just için. Amma sən yazardın çək. Bax, link halı var, bir də visit halı var. Ben bunu bakmışım. Yaxşı, bir dənə adi rəng verək. Vay. Brown olsun. Öz kararı çok doğru. Lime oldu. Mən dəqiqəlincə keçsinlər. Yaxşıca belə eləyək. Ben de şuna şeyler. Target. Aklınızı okudum. Düz yan, əlbi qoyma stola. Hani şuna şeyler istiyor da aklınızı okudum. Yo, oyna bağlı şeydir. Yox. Link. Uşaqlar, bunun visited halı var. Visited nədir? Mən əgər bu A düyməsini basmışamsa, artıq nə olacaq? Həmin şeyin rəngi dəyişib, burada yazdığımız rəngi olacaq. Bu onun üçündür. Prosta indi niyə işləmədi bilmirəm. Çox maraq. Hə. Heç onu da götürmüş. Maraqlıdır. Nəyəcə? Heç bax, burada da işləmir. Adi formada da işləmir. Bu rəngi solmalıydı da, düzdür? Heç onda da işləmir. Ayaq səsi yenə sakit yanmışsın. Allah hakkı danışmasın. Normal haqqı danışma. Bu mən nəsə demək istəyirəm. Sakit. Uşaqlar, bir də var pseudo elementlər. Yalancı element. Bayaqçılar pseudo klasslar idi. Benim o demedi. Sakit. Heç olmaz. Biraz. Pseudo elementlər. Bax, tutaq ki, formada mənim yadım var. Və O deyələr. çoxdur. Həddindən artıq. Ama sonra neden biraz? Ctrl Alt aşağı. 50 mi oldu? Bir defa şey müəllimlə
Komenti soruştururlar. Bax, xəsərətən görürsünüz nə boydadır. Çox böyükdür. Gələ baxaq. Çoxlu yazımız var. Bax, tutaq ki, mən istəyirəm ki, burada olan bütün H2-lərə bir dənə yox, hamısının qabağına bir dənə bu çaran. Dollar atın. Birinci mən fikrim Dollar atın. Style'cinin H2 yazın. Aha. Opçakov H2 yazın. Bəli də mən. Yaxşı, o çarınızı atın dolları. Yazın nə? Bura. Ekranda görürsünüz. Nəyi? Bax, burada H2-lər var ha. Hə. Necə eləyim ki, bu H2-lərin hamısının qabağına bir dənə dollar şər satın. Mənim girincə, hər bir fakt verim də. Aha, sevirəm. H2, sarmışam ha. Sonra? Pentagon. Yox, alınmır. Sizin bildiklərinizə qədər alınmır. Onun üçün bizə lazımdır yalancı elementlər. Div yazın. Yox. Onun üçün bizə lazımdır yalancı elementlər. Yalancı elementlər. Yalancı elementi biz necə yaradırıq? Tutaq ki, yox, o yalancı klassdır. Yalancı elementlər necə yazırıq? H2 yazdım. 2 dənə qoça nöqtə. Bizim hər bir elementin bir var before-u, bir də var after. End və center. Dərhal buraya tərcüm. Var before-u. Hə, denə. Göstərirəm də, səbirli ol. Bax, var before-u. Deyirəm ki, bunun kontenti olacaq dollar işarəsi. Yes. Bax. Çox mənə. Y gəlir, Y-nin ortasında Y. Harda? Y-nin ortasında Y. Yox, oje çox olar. Ancaq yanında. Oje çox olar, hə. Bir əvvəlini, bir axırı. Bax, before-da, bir after-da. Center yaza bilmərik. Ayım Allah yaxın. Heç də olmaz. Mən center yaza bilmərik. Yoxdur elə bir şey. Hamısı var. Aydın oldu, before after. Sonra götürərsən düz yan. Saç buna rəng vermək istəyirəm. Adi formada yazarım color red. Sırf ona. Hə. Bu tür ona məxsus olur. Ayım olar düşür soruşam. Hə. Baxın, indi siz məsələn Xcode-un gediş koduna baxdınız. Burada niyə elə qaçış görsəm belə görsəmmiş? Çünki orada next-dən yazılıb. Ona görə. Next nədir ki? Next.js. Next.js. Anladın? Next.js. Next.js deyirəm. JavaScript. React Framework. Yaxşı, React nədir? Hə. React.js. React AI. JavaScript. Ey. Ama yaxşı yazmadı işte. O şey var ya. O önceden şekli olan bir şey var. Əcdan şəkli olan. Biz Convention. Hə. Biz buna şəkli tərcüməsi keçəcəyik. Ha, o bəzi tutulan bir göstərir. Çıxıb qabağımı məsələn. Allah'ım yalandır. Ben bu profil şəklində Sizin bank borclarınızı sildirəm. Deyirlər ki, məsələn, nə bilim, görsədir də opsiyonda şey, wallpaper'ında kalın. Mən heç bir qohuma deyə bilmirəm ki, mən sabit şəkildə dərsi ya qohum ya tanışıma. Nəsə deyəcək də Instagramdır. Instagram. O eləmək olmur. Olur, yolu var. Var yolu. Ya o da yox. Mənim bəs Ayxan. bizi keçirləşdirir. Instagram qırmağı birbaşa keçməyəcək, o yolunu göstərəcək. Ha, şimdi ilə siz bilirsiniz onu. Hə, Məsələn, fərqli yolu var. desəm ki, mən Çin elini elə bilərsiniz. Pardon. Göstər. Aynen. Elimdə spikip. Ya, bitmir. Sakin. Sakin. Ayda. Danışma. Before after aydın oldu. Çətin var, çətin şey var. Before after'dan sonra nə göstərim bunlara? Aynen, dersiniz bir söz söz. Entire style. Onu sonra göstərərəm. Onu sonra göstərərəm.